Bir-iki sirəsinə işarə eləmək istəyirəm Peyğəmbərin. Ki, o həm də bugünün zikri müsibətidir. İbn Abbas deyir, İbn Abbas bu sözü deyir. Deyir, Peyğəmbər hansı halda olursa olsun. Harda olursa olsun, necə vəziyyətdə olursa olsun, bu hallardan asılı olmayaraq nə zaman gözü Hüseynə sataşırdı, Peyğəmbərin halı dəyişirdi. Peyğəmbər ağlayırdı, gözündən yaş dökülürdü. Hətta minbərdə moizə eləyir, xütbə oxuyur cəmaata. O zaman ki, minbərdə danışa-danışa birdən gözü Hüseynə sataşsın cəmaatın içindən. Peyğəmbərin halı həmişə dəyişirdi. Bunu səhabələr deyir ki, bu bir dəfə, iki dəfə yox, istisnasız hər dəfə baş verirdi. Hər dəfə baş verirdi. Biz bura yığışmışıq, Peyğəmbərin sirəsini icra edirik. Peyğəmbər yanırdı İmam Hüseynə. Göz yaş axıdırdı İmam Hüseynə. Özü istisnasız hər dəfə. Bu bidət deyil, bu Peyğəmbər sirəsidir. Peyğəmbər yoludur. Bunun ilk nümunəsini Peyğəmbər özü göstərir. Hüseynə yanmaq, Hüseynə ağlamağın həddinə bax. Həzrət Fatimənin müsibəti nə qədərdir? Bilirik ki, çoxdur. Əyyam-ı Fatimiyyədə danışırıq, təhlil edirik. Amma Fatimiyə baxanda üzü gülürdü. Həzrət Zəhraya göz sataşanda üzü gülürdü həmişə Peyğəmbərin. Peyğəmbər qəmli olanda Fatiməni göndərədilər ki, ürəyi açılsın Həzrət Zəhranı. Hüseyni görəndə isə həmişə ağlayırdı. Gör nə müsibətdir Kərbəla. Nə baş verib, nə xəbərdir orada. Bu yoldan keçən biri deyil, bu Peyğəmbərdir, ən kamil insan. Varlığın var olma səbəbi. Mənim sözlərim azizdir. Bu il icazə verin, çox şərh eləməyim. Mən sizin mərifətinizə, düşüncənizə güvənirəm ki, bu sözlərin arxasında olan mənaları özünüz dərk edəsiniz, başa düşəsiniz. Ən kamil yaradılışın qayəsi olan insan hər dəfə baxır, ona ağlayır. Bu bir emosionallıqdır, yoxsa bu müsibətin dərinliyidir. Nə baş verib? Nə baş verib orada? Hansı söz izah eləyə bilər? Əli əleyhissalam üçün bircə dəfə ağlamağını görmüşəm tarixdə. Şəbaniyyə xütbəsini oxudu, danışdı, dedi Şaban, Ramazan ayı gəlir, bilirsiniz o xütbəni danışdı. Ondan sonra Əli əleyhissalam sual verdi və baxdı Həzrət Əliyə ağladı. Həzrət Əli əleyhissalam soruşdu ki, ya Rasulallah, ağlamağınızın səbəbi nədir? Dedi, elə bil gözümlə görürəm ki, səni məsciddə şəhid eləyiblər. O hadisəni danışdı, ağladı bircə dəfə. Bəyəm Əli əleyhissalam az məzlum idi, bir dəfə ağladı. Kərbəlada nə baş verib, nə faciədir bu, nə müsibətdir və təkcə faciədir ümumiyyətlə, nə hadisədir bu, nə əzəmətdir ki, Peyğəmbəri hər dəfə ağladır. Ancaq ümid buna qalır ki, bu məclislərin bərəkətindən dua eləyək ki, Allah bizə tanıttırsın. Kitab acizdir, söz acizdir, dil acizdir, təhlilçilər acizdir. Bu mərifət istəyir ki, Allahın inayəti olsun qəlbə ki, insan Kərbəlanı başa düşsün. Bunu ancaq birinci günü arzulayaq. Çünki onu da başa düşsək, çox şey dəyişəcək həyatımızda. Yəni, belə bir şey deyil. Hər şey dəyişəcək. Həyat alt-üst olacaq. Onu başa düşənlər günah bataqlığından qurtulub insanlıq zirvəsinə bir anın içində uzalanlar idi ki, onun nümunələri tarixdə var. Və biz də bunu ancaq İmam Hüseyndən istəyək ki, Allahdan istəsin, öz əlimizdən tutsun, aparsın, qəlbimizin qapıları açılsın ki, biz bu hadisəni başa düşək, anlayaq. Tədqiqatla deyil, tədqiqat lazımdır, təhlil lazımdır, bilmək lazımdır. Amma bu hadisə kitabla, yazmaq, oxumaqla olmaz. Allahın gərək inayəti olsun qəlbə. Mən bunu sizə keçən illərdə demişəm. Deyir, bir alim idi, təəssüf adını unutmuşam. İndi yuxudur, amma həqiqəti bəyan eləyir. Deyir, mən ömrünü İmam Hüseyni tədqiq eləmişdim. Məsələn, bir adam bir elmlə məşhur olar. Bu adamın da sahəsi İmam Hüseyn idi. Cild-cild kitab yazmışdı. Deyir, dünyasını dəyişdi.
bir başqa alimin yuxusuna gəldi. O da ondan maraqlandı ki, o aləmdən nə gördün, mənə danış. Dedi, heç nə danışa bilmərəm, heç nə deyə bilmərəm. Bir şey deyə bilərəm ki, mən Hüseyni bura gələndən sonra tanıdım. Mən heç nə tanımamışam, bilmirəm İmam Hüseyn kimdir. Mən indi başa düşdüm. O kimdir, nəsidir, nə dərin bir dəryadır. Bu məclislər buna xidmət edir ki, biz Hüseyni tanıyaq, Peyğəmbəri tanıyaq və axır ki, yaşayaq, bu dini həyatımızda praktik olaraq yaşayaq. Allah özü nəzər eləsin. Bu rəftarından bir dənə nümunə çəkdim Peyğəmbərin. Nə məlum olur? Məlum olur ki, İmam Hüseynin müsibəti o bizim roizələrdə, müsibətlərdə dediklərimizdən daha dərindir. Bu məlum olur. Məlum olur ki, bu nədirsə başqa bir şeydir. Dərin bir şeydir. Peyğəmbər kiçik adam deyil. Dəqiqə də hissə qapılsın, ağlasın. Peyğəmbər balaların arasında ayrı seçkilik salmaz. İmam Həsən də Əhl-i Beytin məzlumiyyəti ki, göz qabağında. Sadəcə bunun sirri nədir? Mən demirəm, bu suala cavab verəcəm. Mən azizəm. Bu sualı verirəm, sadəcə biləsiz ki, məsələ çox dərindir, çox önəmlidir. Gör, İmam Hüseynin sinəsinə nə dağ çəkilib Kərbəlada ki, Peyğəmbər onun üzünü görən kimi başqa bir şey yadına düşmürdü. Gör, nə müsibət baş verib. Və bunu düşünəndən sonra bilirsiniz, birinci kim gəlir adamın gözünün qabağına? Birinci Həzrət Zeynəb gəlir, qeyri-ixtiyari. Bunu düşünəndə ilk olaraq Zeynəb gəlir adamın gözünün qarşısına. Sual verirsən ki, gör Zeynəb nə qədər böyük adam idi. Gör Zeynəb nələr çəkdi Kərbəlada. Gör o ürək nə böyük qəlb idi, nə böyük ürək idi. O həm müsibətin zahirini görürdü, həm də qardaşını tanımışdı. O adi qardaş ölümü deyildi, o mərifət əhli idi. O şəxs idi ki, İmam Hüseyin əleyhissalam döyüşə gedəndə axır sözü ona bu oldu ki, məni duada unutma. Məsum kimə deyər məni dua elə? Xanım Zeynəb mərifət sahibi idi. O müsibətin bütün batinini görə indi gör dözüm nə qədərdir ki, İmam Səccada gedir təsəlli verir. Sual versən ki, bu Zeynəb kimdir? Nə ürəyin sahibidir? İki gündür xəbər veriblər İmam Hüseynə ki, Küfəlilər dönük çıxıb. İmam Hüseyn bu günlər yer axtarır. Hardadır yanım? Yer tapa bilmir. Allah heç bir kəsi ailəsinin yanında belə halda qoymasın. Bizim çünki tutumumuz yoxdur. O Hüseynin yoludur. Bilmir hansı tərəfə, hansı səmtə getsin. Hüseyin bu günlər öz qətligahını seçir. Öz şəhadəti üçün o minanı axtarır, eşq minasını axtarır. Qətligah seçir. Hara daha gözəldir bu iş üçün. Hürlə söhbət eləyir, deyir, gedim Mədiniyə, deyir, olmaz. Şama gedim, olmaz. Kufiyə, olmaz. Hara? Burada qalmalısan. Yəni tərpənə bilməzsən. Deyirlər, bir qədər hürrün müşayiəti ilə yer axtarır özü üçün. Yer axtarır özü üçün. O torpağı axtarır ki, orada şəhid olacaq. Hansı torpaqda şəhid olmalıdır? Bir dənə yerə baxdı, dedi, bura münasib yerdir. Bir yerə baxdı, dedi, bura münasib yerdir. Neçə cəhətdən? Suya yaxındır. Fəratın bir addımlığındadır. Bir təpə var. Təpə var ortasında. Bir tərəfində çadırlar qurar, bir tərəfdə döyüş meydanı olar ki, uşaqlara düşmən əziyyət verməsin. Canlı, təbii bir divar, təbii bir divardır. Burada tarixin ən böyük hadisəsi baş verməlidir. Hüseyin diqqətlə axtarır o yeri. O yer təsadüfü deyil. Tarixin ən böyük hadisəsi burada baş verməlidir. Elə bir hadisə ki, 1000 ildən artıq keçib, toplayıb bizi bura. Görürsünüz necə gəlmişik? Bilmirik necə gəlmişik. Mümkün deyil, izah eləmək mümkün deyil. İnsan da gün sayar ki, qəmlənsin.
Harda görünüb bu? Cəmaət qəmdən qaçmaq üçün milyonlar xərcləyir. Ki, qəmdən uzaq olsun. Bu qəm nə qəmdir ki, hər il çəkir, gətirir, bir dənə nurani fəza yaradır, bir dənə ətirdir ki, bütün dünyaya yayılıb. Onun üçün münasib yer axtarır İmam Hüseyin. Diqqətlə baxır, axtarır. Bugün qara ehramlar giymişsiniz, İmam Hüseyin əzasına gəlmişsiniz. Birinci gün gələnlərin də xüsusi inayəti var Allahın onlara. Get-gedə Aşuranın o fəzası hamını çəkib gətirəcək, amma birinci gün gələnlər başqa. Bugün günahkar olduğunuzu yadınızdan çıxardın. Günahkar olduğunuzu yadınızdan çıxardın. Qorxmayın, qürur tutmaz sizi. Günahkar olduğumu yadımdan çıxartsam özümdən razı olaram, xeyr elə olmaz. Bu elə bir hadisədir ki, istər-istəməz qeyri-ixtiyarı başa aşağı salır. Gəlib bura çatan başa aşağı düşür, başa aşağı inir. Xəcalət bürüyür adamı. Burada nə qədər sinə vur, əzadarlıq elə qürur toxunmayacaq, qürur sənə gəlib yol tapa bilməyəcək. Məclisdən sonra bir stəkan suyu əliv alanda xəcalətdən başı aşağı salacaqsan. Bu hadisə hamını öz qarşısında xəcalət eləyib. Ona görə də baxmayın günahkarlığınıza, diqqətinizi ağanın böyüklüyünə yönəldin ki, məni də gətirmisən. Səndə gücə bax, kərəmə bax, məni də gətirmisən. Məni də cəlb eləyə bilmirsən. Məni də dəvət eləmisən. İza əradəllah bi'abdin xeyra qəzəfə fi qəlbihi məhəbbətəl Hüseyn. Allah bir bəndəsinə xeyr iradəsində olsa, ürəyində Hüseynin məhəbbətini yerləşdirər. Deməli, bizdən nəsə çıxar ki, gəlmişik. Xeyr iradəsi var Allahın bizə. Allah xeyrimizi istəyir. Hamısının xeyrini istəyir. Amma artıq iradə eləyib. Bunları xeyrə yönəlsin. Bu məhəbbət hər adama verilmir. Düzdür, günahkarlara da verir. Amma dalıca böyük xeyir gətirir. Hüseyni sevənlər xüsusi bir rütbəyə sahibdir. Peyğəmbər gedir Mədinənin küçəsində, bir dənə uşaq görür, bir nəfər uşaqdır. Peyğəmbər əyilir, diz üstə oturur, o uşağı bağrına basır, öpür, sığallayır, öpür, sığallayır. Deyirlər, ya Rasulallah, bu uşağa çox diqqət elədiniz elə bil. Bu uşaq kimdir? Dedi, heç mənim Hüseynimin dostudur. Bu Hüseyni çox istəyir, mən də Hüseyni sevənləri sevirəm. Mən bicana keçə bilmərəm. Bir dəfə gördüm, Hüseynin paltarının tozunu təmizləyir. Bu mənim balamı sevir, mən də onu sevirəm. İndi xoş halınıza ki, bax, yanır, ürəyiniz yanır. Bu möcüzədir də, bu Allahın möcüzəsidir. Ürəyiniz yanır, deməli, ürəyinizdə Hüseynin məhəbbəti var. Xəcalətliyik, amma çox istəyirik. Həm xəcalətliyik, həm çox istəyirik. Etiraf eləyirik, bax, ya Abdullah qarşında deyir, yaxşı dost olmamışıq sənə. Amma bu qapı ancaq yaxşıların üzünə açılmış. Mənim kimisinin də üzünə açılır. Hamı xəcalətlidir. Çünki xəcalətli olmayan yoxdur. Əbəlfəzə bax, o xəcalətlidirsə. Əbəlfəz ağadan böyük kimi misal çəkim. Baxın, ölüm son anlarını xəcalətli dünyadan köçür, xəcalətli. Səhabələrin hamısı xəcalətlidir. Əvəfəyət ya Əbu Abdillah. Haqqına vəfa etdim ya Əbu Abdillah. Bir xəcalətli də var, ona təvəssül eləyək bugün. Bir xəcalətli var, yəqin bilirsiniz ki, bugün kimdən söhbət eləyirəm. Bir nəfər var, Müslim ibn Əqildir. Müslim ibn Əqil. Yaxında getdik, qəbrini Küfədə ziyarət elədik. Allah nəsib elədi. Qəribə bir halı var hərəminin. O qədər xəcalətli idi ki, başı kəsiləndə dincəldi. Xəcalətdən ölürdü. Ən çox özünü qınayan o idi. Mən məktub yazdım Hüseynə ki, gəl Küfə səni gözləyir. Mən məktub yazdım. Hey, bunu təkrar eləyirdi. Mən nə iş gördüm ki, Hüseyni bura dəvət elədim? Necə deyim indi ona ki, Hüseyin, Küfəlilər vəfasızdır, gəlmə bura. Necə çatdırım onu?
Hüseyn Zeynəbi də gətirmə. Hüseyn 3 yaşlı qızları gətirmə. Bunlar namərddirlər. Namərd içinə Zeynəbi gətirmə. Necə xəbər eləyim? Kim çatdırsın? Gözün gəzdirir kimə desin? Şureyh qaziyə baxdı, dedi Şureyh, gəl sənə vəsiyyət eləyim, Hüseynə çatdır sözümü. O baxdı İbn Ziyada. İbn Ziyad dedi get. Dedi yox, qulağına deyəcəm. Dedi get. Gəldi qulağına dedi ki bir xahişim var, Hüseynə çatdır ki Kufə dönüb çıxıb gəlməsin. Qayıdıb qaydan kimi İbn Ziyada dedi. İbn Ziyad dedi necə adamsan ki bir vəsiyyəti də qorumadın. Son vəsiyyəti idi bu kişinin sənə, onu da qorumadın. Kimə desin ki Hüseynə deyin gəlməsin. Xurşudbanı Natavan bunu qələm alıb. Müslümin dilindəndir bu. Bu Müslümin dilindəndir. Bilirsiniz ki bu həm Müslümin dilindəndir. Söylə Hüseynə ey Səba, kər bu bəlaya gəlməsin. Artıq deyir Səba yelinə, küləyə üzün tutdu. Adam yoxdur axı bu Küfədəki ona desin. Adam yoxdur. Söylə Hüseynə ey Səba, kər bu bəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə, dərd-ü bəlaya gəlməsin. Söylə ginən gətirməsin Kufəyə nazlı Əkbəri. Zülm ilə qanına batar türrey müşk əmbəri. Bəlkə firəngi tək apar cümlə-i ali heydəri. Zibh-i əzim üçün bugün kuh-i minaya gəlməsin. Söylə Hüseynə ey Səba, kər bu bəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə, dərd-ü bəlaya gəlməsin. Gəlməyə yoxdur fürsətim, qan ilə namə yazmışam. Öldürəcəkdi Müslümi Kufədə firqe-i zülam. Qardaşının uzun qolu görmə rəva ola qələm. Bacıları ayaq yalın, dəşti bəlaya gəlməsin. Söylə Hüseynə ey Səba, kər bu bəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə, dərd bəlaya gəlməsin. Müslüm ölüm axtarır. Ölüm axtarır. Su gətirdilər, Allahın bəlkə təsəllisi idi. Su gətirdilər, içmək istədi, dodağının suyu qırmızı rəngə boyadı. Nə qədər elədi, suyu içə bilmədi. Allah iradə elədi ki, Müslümün xəcaləti azalsın. Ki, Kərbəla şəhidləri hamısı susuz öləcəkdi axı. Allah istədi, Müslüm də susuz can versin. Hüseyn qətligahını axtarır, bir-bir baxır, gəldi Kərbəlaya çatanda, dedi, bura Peyğəmbər deyən yerdir. Buranın adı nədir, dedilər, Kərbəladır. Allahumma əuzu bikə minəl kərbi vəl-bəla. İlahi qəmdən, qüssədən, bəladan sənə pənah apar. Bura Peyğəmbər deyən yerdir. Dedi ki, düşərgə salın. Çox yerlərdə dayanmışdılar yollarda. Amma uşaqlar hiss elədilər ki, burada deyəsən uzun müddətli qalacaqlar. Narahat oldular uşaqlar. Gəldilər, hamısı xanım Zeynəbin üstünə gəlirdi ki, bibi, atamız niyə burada saxladı bizi? Xanım sözü dəyişirdi. Sözü dəyişirdi. Xanım bilir nə var qarşıda. Amma uşaqlara necə başa salsın, necə desin? Sözümü bitirirəm. Bu günlərdə idi ki, elə bəlkə bu gün idi ki, xanım Zeynəb Kərbəlada kəcavədən yerə inir. Nə qədər cəlalı, izzəti var Həzrəti Zeynəbin. Zeynəb yerindən duran kimi inanın yazıblar ki, hamısı qaçdı qabağına. Hüseyn gəldi qabağa, Əbəlfəz gəldi, Qasım gəldi, Əli Əkbər, hərəsi bir tərəfdən, xanım Zeynəb kəcavədən yerə inəcək. Deyirlər, biri dizini qoydu yerə, əlini verdi Həzrəti Zeynəbə. Onu xüsusi cəlalından endirirlər. Bir nəfər deyir, mən də mat məəttər qıraqdan baxıram ki, bir qadında nə qədər əzəmət olar. Dedim, bu kimdir? Dedilər, bu Əlinin qızıdır, Zəhranın qızı Zeynəbdir. Deyir, amma neçə gün keçdi, Aşura günü idi. Baxırdım o xanıma, o xanım ki, Əhl-i Beytin əzizləri onun qabağına qaçır. Gördüm bir nəfər yoxdur onun əlindən tutsun, o xanıma kömək eləsin. Qalıb yanan çadırlarla yetim uşaqlar arasında. Bir nəfər yoxdur deyə xanım ağlama.
Bir nəfər yoxdur, baş sağlığı versin. Karvan hərəkət eləmək istəyir Kərbəladan, bir-biri uşaqları sakit eləyir, dəvələrə mindirir. Qoymaram Hüseynimin uşaqlarına naməhrəm əli dəysin. Bir-bir hamısını sakit elədi, kəcavələrə, dəvələrə yerləşdirdi. Bunu yazıblar tarixdə. Deyir, hamı baxır Zeynəb indi neynəyəcək. Deyir, gördülər, bir anlıq oturdu yerə. Oturdu yerə, bir yerə zilləndi, baxdı. Dost da baxır, düşmən də. Bəlkə də keçən günləri yadına düşdü, qardaşı ilə olan günləri, bilmirəm nə. Birdən xanımlara dedi, siz dayanın, mən gəlirəm. Karvan hazırlaşıb, əsirləri aparırlar. Gördülər ki, qaçdı qardaşının o başsız bədəninə tərəf. Onu ziyarət elədi, tez qaçdı Əlqəmin kənarına. Əbəlfəz ağaya bir salam verdi. Ay qeyrətli qardaşım. Qollarıma bax. Qollarıma bax ki, qollarımı bağlayıblar. Axı, məni sən gətirmişdin bu çölə. Dur, indi bacın gedir, heç olmasa yola sal. Ondan sonra gəldi qardaşının cənazəsinə tərəf. Üzün qoydu o kəsib boğaza. Bilmirəm nə danışdı orada, bilmirəm nə danışdı. Amma axırda İmam Zaman ağa məni bağışlasın. Bilirsiniz ki, Həzrət Zeynəbi cənazədən necə ayırdılar. Onu heç cür ayırmaq olmurdu. Gördülər, qamçı çıxartdılar. Qamçı çıxardanda üzr istəyirəm, hamımızdan üzr istəyirəm. Qamçı ona dəyəndə dedi, qardaş ya Hüseyin, bilirsən ki, buradan ayrılmaq istəmirəm. And olsun Allaha, öz ixtiyarımda olsaydı, o qədər qalardım, ağlayıb canımı tapşırardım sənin yanında. Mən sənin yanından heç yana getmək istəmirəm. Əla lənətullah ələl qavməz zalimin. La havlə və la quvvətə illa billahəl aliyyil azim.